Hər kəsə salam, mən Gülnar müəllimə. Salamlar, mən Vəfa müəllimə. Bugün kursumuzun müəlliməsi Vəfa müəlliməni daha yaxından tanıyırıq. Gəlin başlayaq. Vəfa müəllimə, bir müəllim olaraq sizi ən çox motivasiya edən şey nədir? Təbii ki, tələbələrin inkişafını görmək, amma daha dəqiq desəm, tələbələrin öz inkişaflarının fərqinə varıb bununla bağlı müsbət geri dönüş eləməkləri. Təcrübənizə əsasən tələbələrin dil öyrənərkən ən çox çətinlik çəkdiyi şeylər nələrdir? Bu sıranın ən başında səhv eləmə qorxusunu aşmaqdır. Ona görə bir çox tələbə çox təəssüf ki, speakingini inkişaf etdirə bilmir. Tələbələrə ən çox verdiyiniz məsləhət hansıdır? İngilis dilini bir dərs, bir məsləhət kimi görməyib həyatlarının bir parçasına daxil etmək. Dərslərinizdə tələbələriniz ən çox hansı fəaliyyətləri sevir? Speakinglə bağlı olan hər bir fəaliyyət, amma ən çox oyun və yarış tipli fəaliyyətlər tabii bunların ən başında gəlir. Proqramdan asılı olmayaraq yaxşı nəticə əldə edən tələbələrin ən önəmli ortaq cəhətləri nələrdir? Təbii ki, disiplinli, çalışqan və davamlı olmaq olmazsa olmazlarımızdır, amma mənə görə əlavə olaraq həvəsli olmaq və sual verməkdən çəkinməmək və təbii ki də dərsdə aktiv olmaq. Ümid edirəm Vəfa müəllimənin təcrübəsindən həm bir müəllim, həm də tələbə olaraq yararlana bilərik. Good luck. Bye bye.